Salam aleyküm değerli izləyicilər. Bugün sizə gözəl bir əmlak təqdim etmək istəyirəm. Əmlak Balakan rayonu mərkəzi bazara yaxın bir ərazidə yerləşir. Gördüyünüz bu hasardan içəridə yerləşir. Belə bir gözəl küçəsi olan gözəl bir yerdir. Bazar ərazisinə yaxın. Daxil oluruq həyətə. Gördüyünüz həyətdə belə bir gözəl, yeni tikili, gözəl şəkildə tikilib, çox keyfiyyətli və sahibinin dediyinə görə özü üçün tikilən bir evdir. Belə bir yaraşıqlı ev satışa çıxarılıbdır. Həyətyanı torpaq sahəsi 3 sotuqdan ibarətdir. Hər tərəfi belə kubik hasarla hasarlanıb, bir tərəfdən dəmir hasarla hasarlanıbdır. Və gördüyünüz belə bir yaşayış evi. Değerli izləyicilər, mən evin daxili görünüşünü sizə təqdim etmək istəyirəm. Daxil oluruq evə. Girişdə belə bir dəhlizi. Dəhlizin baş tərəfində rakvinası və belə bir gözəl dəhlizi. Dəhlizdən sol tərəfdə mətbəxidir. Mətbəxidir belə. Sağ tərəfdə yaşayış otağı. Ümumi qonaq otağıdır bura. Digər otaq yataq otağı, yaşayış otağı və üçüncü belə bir yaşayış otağı. Deməli, 3 yaşayış otağından və bir mətbəxdən ibarət və baş tərəfdə qapı açılmadı və belə hamamı, mətbəxi 3 otaqdan ibarət yaşayış evi satışa çıxarılıb. Gördüyünüz kimi. Değerli izləyicilər, belə bir yaşayış evinə sahib olmaq istəyən hər kəs bizimlə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilər. Əlavə etmək istəyirəm ki, həyətyanı torpaq sahəsində əlavə 7 sotuq əlavə torpaq sahəsi var. Əgər geniş torpaq sahəsi istəyən olarsa, bu göstərdiyim həyətyanı torpaq sahəsini də bu üstə əlavə etmək olar. Buranın girişi də ayrıca darvazaları var və burada su saxlamaq üçün su hövzəsi və belə gözəl meyvə ağacları əkilib. Belə bir torpaq sahəsi də əlavə olaraq əlavə edilir. Değerli izləyicilər, belə bir mülki əmlaka sahib olmaq istəyən əlaqə saxlasın, ətraflı məlumat əldə edə bilər. Deməli, onu da qeyd edeyim ki, ev kürsülüdür. Qabaq tərəfdən 1 metr, arxa tərəfdən 1,5 hündürlüyü var. Gözəl, yaraşıqlı evdir. Belə evi sahib olmaq üçün değerli izləyicilər, əlaqə saxlayın, geniş, ətraflı məlumat əldə edin. Əmlakın qiyməti videonun altında göstəriləcəkdir. Dinlədiyinizə görə çox sağ olun. Sağlıqla qalın. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın.